Yalnız varlı olduqları halda evdə qalmaq üçün səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar özlərinin aqibətini bilməzlər. Döyüşdən qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De ki, üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. Sonraki əməllərinizi Allah da görəcək, onun elçisi də. Sonra isə qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir. Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardılar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəm olacaqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasik qövmdən razı qalmaz. Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər. Allahın öz elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyillidirlər. Allah biləndir, müdrikdir. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah eşidəndir, biləndir. Bədəvilərdən eləsi də vardır ki, Allaha və axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır. Onlar da ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiyüzlülükdə inatkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki, onları tanıyırıq. Biz onlara 2 dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar. Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah eşidəndir, biləndir. Məyər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul edəndir, rəhimlidir? De ki, işinizdə olun, Allah, onun elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı bilənin yanına qaytarılacaqsınız.
o da sizə nə etdiklərinizi xəbər verəcəkdir. Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah biləndir, müdrikdir. Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədi ilə əvvəlcədən Allaha və onun elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə, biz yaxşılıqdan başqa bir şey istəmədik deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. Binasını Allah qorxusu və onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah biləndir, müdrikdir. Doğrudan da Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. Tövbə edən, ibadət edən, həmd edən, oruç tutan, rükû və səcdə edən, yaxşı işlər görməyi buyurub, pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ. Müşriklərin cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən İbrahim Allaha çox yalvaran, həlim bir kimsə idi. Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən Allah hər şey bilir. Həqiqətən göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır. Allah müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi. Sonra da onları bağışladı. Çünki Allah onlara qarşı şəfqətlidir, rəhimlidir. Geri qalmış 3 nəfəri də bağışladı. Hətta yeryüzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki,
Allahın əzabından ancaq onun özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, buna görə onlara savab yazılmasın. Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini dərindən öyrənsinlər və öz cəmaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə onlar pis işlərdən çəkinələr. Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun, qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir. Bir surə nazil edildiyi zaman onlardan istehza ilə, bu hansınızın imanını artırdı deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdəliyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər. Onlar ildə bir və ya 2 dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. Bir surə nazil edildiyi zaman onlar sizi kimsə görürmü deyə bir-birlərinə baxır, sonra da üç çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir. Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir. Əgər onlar üz döndərsələr, de ki, mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən ona təvəkkül etdim. O, böyük ərşin Rəbbidir. Yunus surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, ləm, ra. Bu, hikmətli kitabın ayələridir. İçərilərindən bir adama insanları qorxud və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı vardır deyə vəh etməyimiz insanlara qəribə mi göründü? Kafirlər, sözsüz ki, bu, açıq-aşkar bir sehirbazdır, dedilər. Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri 6 gündə yaradan, sonra da ərşə ucalan Allahdır. İşləri yoluna qoyan O'dur.
Yalnız onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur Rəbbiniz Allah, ona ibadət edin. Məyər düşünüb ibrət almırsınız? Hamınızın dönüşü onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu qiyamət günü yenidən dirildir ki, salih əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiz deyə ona mənzillər müəyyən edən odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir. Doğrudan da gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır. Şübhəsiz ki, bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb, onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların, məhz onların qazandıqları günahlara görə sığınacaqları yer oddur. İman gətirib salih əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəyin bağlarında onların ayaqları altından çaylar axar. Onların oradakı duası, Allahım, sən pak və müqəddəssən. Orada bir-birlərini salamlaması, salam sözü və dualarının sonu, həmd olsun aləmlərin Rəbbi Allaha sözləri olacaq. Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. İnsana bəla üz verdikdə, uzananda da, oturanda da, ayaq üstə olanda da bizi çağırar. Bu bəlanı ondan soğuşturduqda isə, sanki ona üz vermiş bəladan ötürü bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: bizə bundan başqa bir Qur'an gətir və ya onu dəyişdir. De ki, mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram. De ki, əgər Allah istəsəydi, mən onu sizə oxumazdım. O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məyər bilmirsiniz? Allaha qarşı yalan uydurandan və ya onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da günahkarlar nicat tapmazlar.
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir. Və onlar Allah yanında bizim şəfaətçilərimizdir deyirlər. De ki, yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. İnsanlar vahid bir ümmət idilər. Sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi. Onlar deyirlər, niyə ona Rəbbindən bir möcüzə endirilməyib? De ki, qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm. İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiləgərlik etməyə çalışarlar. De ki, Allah daha tez hilə qurar. Şübhəsiz ki, elçilərimiz qurduğunuz hilələri yazırlar. Sizi quruda və dənizdə hərəkət etdirən odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha, dini məhz ona aid edərək yalvarıb deyərlər. Əgər bizi bundan xilas etsən, əlbəttə, şükr edənlərdən olarıq. Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz bizə olacaq. Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb, rövnəqləndiyi və onun sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman, gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qalacaqlar. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə, siz də şərikləriniz də öz yerinizdə qalın deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər. Siz bizə ibadət etmirdiniz. Bizimlə sizin aranızda Allahın şahid olması yetər.
Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik. Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha özlərinin həqiqi himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar. De ki, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir? Onlar deyəcəklər, Allah. De ki, bəs belə olduğu halda Allahdan qorxmursunuz? O sizin haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz? Beləliklə, fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin sözü doğru çıxdı. De ki, Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın? De ki, məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz? De ki, Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı? De ki, Allah öz qullarını haqqa yönəldir. Elə isə deyin görək, haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz? Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. Bu Qur'an Allahdandır. Ondan başqası tərəfindən uydurula bilməz. Lakin O, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk şübhə olmayan kitabları müfəssəl izah edəndir. Yoxsa Mühəmməd onu özündən uydurdu deyirlər. De ki, əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın. Xeyr, onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş Qur'anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalimların aqibəti necə oldu. İçərlərində Qur'ana inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə fəsad törədənləri daha yaxşı tanıyır. Əgər səni yalançı hesab etsələr, de ki, mənim əməlim mənə, sizin əməliniz isə, mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsız, mən də sizin etdiyiniz əməllərdən uzaqım. Onlardan səni dinləyənlər də vardır. Məyər karlara, əgər anlamırlarsa, sən mi eşitdirəcəksən? Onlardan sənə baxanlar da vardır. Məyər körləri, əgər görmürlərsə, sən mi doğru yola yönəldəcəksən? Həqiqətən Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. Allah onları bir yerə toplayacağı gün,
sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyirlər. Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü bizədir. Həm də Allah onların nə etdiklərinə şahiddir. Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə, onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. Kafirlər deyirlər, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? De ki, Allahın istədiyindən başqa mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. Müşriklərə de ki, söyləyin görüm, əgər onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər? Əzab başınızın üstünü aldıqdan sonra mı ona iman gətirəcəksiniz? Yoxsa indi mi? Siz ki, onun tez gəlməsini istəyirdiniz. Sonra zalimlara deyiləcəkdir. Dadın əbədi əzabı. Məyər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı? Səndən o əzab doğrudurmu deyə xəbər alırlar. De ki, bəli, and olsun Rəbbimə, həqiqətən də o doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz. Əgər zalim olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir. O həm dirildir, həm də öldürür. Siz yalnız ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolun göstəricisi və mərhəmət gəlmişdir. De ki, bunlar Allahın lütfü və mərhəməti sayəsindədir. Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. De ki, Allahın sizə nazil etdiyi ruzu barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız. De ki, Allah mı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız? Allaha qarşı yalan uyduranların qiyamət günü barədə fikirləri nədir? Həqiqətən Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. Sən hansı bir işdə olsan, Qur'andan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq aydın yazıda olmasın. Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır.
Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, eşidəndir, biləndir. Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən odur. Həqiqətən bunda eşidən adamlar üçün dəlillər vardır. Onlar, Allah özünə övlad götürmüşdü, dedilər. O, pakdır, müqəddəsdir. O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, O'nundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz? De ki, şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Onlar bir müddət dünyada faydalanar, sonra onların dönüşü bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq. Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi, ey qövmüm, əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üç çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir. Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu. Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik. Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyyanlarına açıq aydın dəlillərimizlə elçi göndərdik. Lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfə idilər. Onlara bizim tərəfimizdən haqq gəldikdə, şübhəsiz ki, bu açıq aydın bir sehirdir, dedilər. Musa dedi, əcəba sizə haqq gəldikdə, bu sehirdirmi deyirsiniz? Halbuki sehirbazlar uğur qazanmazlar. Onlar dedilər, gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın, biz sizə iman gətirən deyilik. Firon dedi, bütün bilikli sehirbazları yanıma gətirin. Sehirbazlar gəldikdə, Musa onlara dedi, nə atacaqsınızsa atın. Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda, Musa dedi, sizin gördüyünüz iş sehirdir. Həqiqətən Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə fəsad törədənlərin işini düzəltməz.
Günahkarlar istəməsələr də, Allah öz kəlmələri ilə haqqı bərqərar edəcək. Firon və onun əyyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq, Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. Musa dedi, ey qövmüm, əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, ona təvəkkül edin. Onlar dedilər, biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz, bizi zalım qövmün əlində sınağa çəkmə və bizi öz mərhəmətinlə kafir qövmün əlindən qurtar. Biz Musaya və onun qardaşına, cəmaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın, möminləri müjdələ deyə vəhy etdik. Musa dedi, ey Rəbbimiz, sən Firona və onun əyyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz, onlar insanları sənin yolundan saptırırlar. Ey Rəbbimiz, onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər. Allah dedi, hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın. Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədi ilə onları təqib etdilər. Nəhayət, Firon dənizdə batdığı vaxt dedi, İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam. Firona deyildi, İndi mi? Sən ki, əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bugün sənin bədənini sahilə çıxaracaq ki, səndən sonra gələnlərə ibrət olasan. Həqiqətən də insanların çoxu ayələrimizdən xəbərsizdir. Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri şey barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan. Həqiqətən sənin Rəbbinin sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər. Əzab gəldiyi an, Yunusun qövmündən başqa iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını soğuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.
De ki, görün göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir. Yoxsa onlar özlərindən əvvəl gəlib gedənlərə üz vermiş əzablı günlərin bənzərini mi gözləyirlər? De ki, gözləyin. Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm. Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək bizə vacibdir. De ki, ey insanlar, dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir. Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma. Allahı qoyub sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalimlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs onun lütfünün qarşısını ala bilməz. O bunu öz qullarından istədiyinə nəsib edər. O bağışlayandır, rəhimlidir. De ki, ey insanlar, Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər. Kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm. Sənə nazil edilən vəhlərə tabe ol və Allah öz hökmünü verənə qədər səbr et. O, hökmranların ən yaxşısıdır. Hud surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, ləm, ra. Bu, müdrik, hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir kitabdır. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən onun tərəfindən sizi xəbərdar edən və müjdəliyənəm. Həm də Rəbbinizdən bağışlanma diliyəsiniz, sonra da tövbə edəsiniz ki, o sizə müəyyən olunmuş vaxta da gözəl gün güzaran nəsib etsin və hər fəzilət sahibinə öz lütfündən versin. Əgər ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. Siz Allahın hüzuruna qaydacaqsınız. O, hər şeyə qadirdir. Baxın, onlar ürəklərindəki küfrü ört basdır edirlər ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də O, kökslərdə olanları bilir.